Birinci əvəzlik bütün nitq hissələrini yox. Yalnız əsas nitq hissələrini əvəz edən əsas nitq hissəsidir. Nə deməkdir? Məsəl üçün, əsas nitq hissələri hansılardır? İsimdir, sifətdir, saydır, zərfdir, feildir, aydındır, əvəzlik özüdür. İndi əvəzlik bütün nitq hissələrini əvəz edir. Xeyr, yalnız əsas nitq hissələrini əvəz edir. Aydındır. Əvəzliyi necə tapmalıyıq? Deyirəm, məsəl üçün, o gəldi. Onun yerinə söz qoyuram. Əli gəldi. Gəldi kim? Əli. Əli hansı hissəsidir? İsim. Demək, burada əvəzlik nə əvəz eləmişdir? İsmə əvəz etmişdir. Bəli, şəxs əvəzlik ismə əvəz edir. Deyirəm, məsələn, o necə oxuyur? İndi qulaq asın. Məsələn, cavab verdik. Burada qoyulmaz verir. Məsələn, cavab verirəm. O yaxşı oxuyur. Yaxşı hansı hissəsidir? Xeyr, feildən öncə gəlir. Hazır. Zərf. Demək, buradır? Zərf əvəz edir. Və yaxud da deyirəm, o necə uşaqdır? Cavab verdik. Yaxşı uşaqdır. Yaxşı hansı hissəsidir? Demək, burada nə əvəz edir? Sifəti. Aydındır. Yəni, hansı hissəsini əvəz etdiyini bilmək istəyiriksə, ona sual verib tapırıq. Tamam, çox danışırsan. Mən onunla biraz sıra görəmirəm. Görəm, iki soru. Oraya keçiyorum. Hə, iki soru. Damla görürsən, görürsən iki soru. Oraya oturmayın. Görürsən iki soru damla. Ben gördüm. Daha yaxşı. Allah. Sonra, şöyle, əvəzin quruluşca sadə cəhətlə mürəkkəb olur. Onların quruluşu haqqında sizə mən mənancı növləri keçəndə danışacağım. Birinci eləcək şəxs əvəzlikləri. Şəxs əvəzlikləri uşaqlar. Birinci, mən, sən, bu cür izah edib, axırda kitab üstündə baxacaq da. Mən, sən, o, biz, siz, onlar. Dilimizdə sizdən şəxsi var. 6 dənə yox, 3 dənə. Birinci şəxs, ikinci şəxs və üçüncü şəxs. Səhv qoymuş. Qoy. Bu necə düşür? Aha. Birinci şəxs, ikinci şəxs və üçüncü şəxs. Bilin ki, bunlar bunun təkidir. Bunlar bunun cəmidir. Aydındır. Başa düşdükmü? Birinci şəxsin təki hansı oldu? Mən. Cəmi hansı oldu? Biz. Birinci şəxsin məsələn bunun ikisinə kimi inanılır. Aha. Hə. Birinci şəxs, ikinci şəxsin təki. Sən. Cəmi nədir? Siz. Sonra ikinci şəxsin. Üçüncü şəxsin təki. O. Cəmi isə nədir? Onlardır. Aydındır. Bu belə. Yaddan çıxarmayın uşaqlar. Bax, indi burada deyirəm. Şəxs əvəzlikləri, bax, bunu bir dəfəlik bilin. Şəxs əvəzliyi mənsubi şəkilçi qəbul eləmir. Mənim. Bir dənə məndən bizdə im olur. Qara elədi. Mənim. Bu ne qədər oldu? Bizim peşmayələr. Mənim. Kitabım. Mənsubiyyət hansıdır burada? Öz kitabım. Mənim kitabım. Düzdür? İm burada nə olacaq? Mənsubiyyət olar. Öz mənim deyə bilirlər. Yaxud da bir də bizim sinif məsələsi. Öz sinifimi deyə bilər. Bəli, öz sinifimiz deyə bilərik. Bizim burada uşaqlar, yerli yanlış şəkilçisi nə idi? İm. Düzdürmü? İmdir. Amma birinci şəxsin təki ilə ikinci şəxsin cəmində in əvəzinə in qəbul edir. Mən burada deyə bilmərəm ki, mənim deyə bilərəm. Bəli, bizim olar. Demək, bunlar nə oldu? Hal şəkilçisi. Aydındır. Yaddan çıxarmayın, şəxs əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul edəmir. Bir dəfə nə bilin? Mənim, bizimi görüb deməyin ki, bu nədir? Mənsubiyyət. Yox. Mənsubiyyət zat deyil. Başa düşdünüz? Bu belə. Sonra. Demək, şəxs əvəzlik mənsubiyyət şəkilçisi qəbul edə bilər? Yox. O mənim bizim nə oldu? Yəni də in əvəzinə in qəbul edir. Sonra şəxs əvəzləri cəmlənə bilər. Onlar. Cəm şəkilçi qəbul edibdir. Amma birinci şəxsin təki ilə ikinci şəxsin təkində var qoya bilmərəm. Mənlər, sənlər olmaz. Aydındır? Bəli, deyəcəm var. Amma birinci şəxsin cəmində sizlər, ikinci şəxsin cəmində sizlər, bizlər deyə bilərik. Hə? Olur. Bizlər olur, hə. Bizlər olar, sizlər olar. Aydındır? Birinci şəxslə ikinci şəxsin həm təki, həm cəmi yalnız insana aid olur.
Mən tələbəyəm, mən şagirdəm, sən tələbəsən, sən şagirdsən. Amma üçüncü şəxsin təki ilə cəmi həm insana, həm heyvana, həm də ki, əşyaya aid ola bilər. O kitabdır, nə bilim, aydındır, o maraldır. Bunlar nədə artıq? Demək, birinci, ikinci şəxsin təki və cəmi yalnız insana, üçüncü şəxsin təki ilə cəmi həm insan, həm heyvan, həm canlı əşyaya aid ola bilər. O maraldır, şər əvəzi deyil orada. O maraldır. Yox, şəxs kimi düşünərək. O maraldır. Aydındır. Bu belə. Olay keçəcək. Vergin qoyulu məsələsə deyəcək olar. Yaxşı. Bu belə. Daha sonra şəxs əvəzləri quruluşca, buna düzəltmə görürsünüz, mürəkkəb görürsünüz. Demək, quruluşca nə olur? Sadə. Vəssalam. Aydındır. Şəxs əvəzi quruluşca nədir? Yalnız sadədir. Testə düşsə belə başqa bir şey olur. Şəxs əvəziləri kim və nə sona cavab verir. Amma sintaksda hara sona cavab verə bilər. Məsəl üçün, siz, onlar, bizlər. Deyirəm ki, sizə məsələn getdi. Haraya? Yer, məkan mənasını bildirəndə zərfli. Amma məsələn deyirəm ki, sizə sözüm var. O tamam. Sözüm var kimə? Sizə. Bu artıq tamamlıq olur insan anlayışı. Yəni bilin ki, bunlar həm də nə olur? Şəxs məkan anlayışı bildirəndə hara sona cavab verir. Amma net hissəsi baxımından yox ha. Sintaks baxımından yer zərfli ola bilər. Şəxs əvəzindən uşaqlar sözlər düzələ bilər. Problem yoxdur. Necə olacaq? Məsəl üçün. Yazıram ki. Biz on amacıdır. Məsələn yazıram ki, məsəl üçün bizdən bizlik məsəl üçün. Mənlik və yaxud da fərqi yox. Mənlik. Demək nə oldu? İsim düzəldi mi? Sonra məndən, mənimsə, mənk. Məsəl üçün, mənim sözüm kökü mənimsə. Fiil düzəldi mi? Düzdür. Sifət düzəldi. Məndən, mənsiz. Mənimki. Fiil sifət düzəldi mi? Aydındır. Hə, indi gələcək. Tələsmə. Sonra düzəldə bilər. Və yaxud da yazıram ki, bax bu sözlər uşaqlar bizimki, sizinki, bunları nəyə ötürəcəyiniz qısa baxımdan? Bizim, mənimki. Sifət yox, isim. Harada bizimki, sizinki gördünüzsə, amma nəyə ötürəcəyik? Görsən? Sifət yox, isim. İki dərsdə olmur. Hə, kiminkidir? Hə, niyə? Bunlar yiyəlikdirmi? Yiyəlik haldan sonra kığını gördüksə, biz bunu isim götürəcəyik. Bu bir. İkincisi, əgər sifətdirsə, bundan sonra söz qoyaq. Bizimki hadisə, sizinki hadisə olar. İsim də qoymaq olur. Aydındır. Amma sifət olsa isim qoya bilərik. Məsələn, dünənki hadisə. Başa düşürsünüzmü? Yəni bilin ki, bizimki, bax gələn sual verirsən. Bizimki, sizinki hansı qısası olur? İsim. İsim. Bəs, aydındır. Şəxs əvəzdən sözlər düzələ bilərmi? Bəli, problem yox. Aydındır. Bu cür ola bilər bir də ki, testə belə düşə bilər. Məsəl üçün, deyiləm ki, mən, sizlik. Hansında əvəzlikdən düzəlməyib. Məsəl üçün, mən sözün kökü, mənsiz, mənsizlik. Söz nələr düzəlir? Mənsiz. Axırıncı resmdən əvvələ mənsiz. Demək, sifətdən düzəlir, amma kökü əvəzlikdir. Amma sifətdən düzəlmişdir. Aydındır. Bu doğru uşaqlar, şəxs əvəzliyi. Mənə elə şəxs əvəzliyindən çətin bir şey qalmadı. Nə varsa hamısını dedik. Bir də amonimi qaldı. Necə? Amonimi qaldı. Amonimi, onu deyərəm sonra. Onu işarə əvəzini deyəcəm. Başqa çətin bir şey yoxdur. Rahatdır. Yaxşı. Sonra baxacaq buradan qeyri-müəyyən əvəzliyə baxaq, sonra mobislər deyəcəm. Şəxs əvəzliyə çətin bir şey yoxdur ki. Problem yoxdur. Asan. Sonra gələcək uşaqlar. Necə? Səndə ən asan şəxs əvəzi deyil. Hə, ən asan olur. Qeyri-müəyyən əvəzliklər. Yazın məsəl üçün hamı, hərə, biri, filan kəs uşaqlar bilin ki, bitişik yazılan yeganə mürəkkəb əvəzlikdir. Bitişik yazılan, filandan kəs. Aydındır. Sonra deyin görün başqa nə var orada? Hərə, hər kəs. Hər kəs, biri, filan kəs, kimsə, Kim isə. nəsə. Sonra kim isə, nə isə, aydındır. Mən isə orada bağlayıb boşuma eləydim. Hər şey, hər kəs, çox ildir ağlıma gələn yazdım. Sonra nə qaldı orada? Heç kim. Heç kim, sonra hamı, aydındır, ulan.
Yaddan çıxarmayın ki, şəxs əvəzlikləri mənsuqə şəkilçi qəbul edə bilər. Yazıram məsəl üçün, onların Şəxs nə? qeyri-mənəvəsi çıxarışarım. Qeyri-mənəvəsi mənsuqə şəkilçi qəbul edə bilər. Aydındır. Amma şəxs edə bilərdir? Xeyr. Yox. Onların hamısı. Mənsuqət var mı burada? Vəssalam. Amma sizə testə desə ki, məsələn, hamını yazır, hərəni yazır, birini yazır, məsəl üçün. Bütün şəxslərin mənsuqə şəkilçisini qəbul edə bilər. Nə deməkdir? Onların hamısı desən şəxsdir. Üçüncü şəxs. Mənim hamım deyə bilirəm. Demək, bütün şəxslərin mənsuqətini qəbul edə bilməz. Bunu əzbərləməyə ehtiyac yoxdur. Yerinə qoyub tapırsan da. Bu gün hallamızı. Sənin hamın olar. Amma sizin hamınız olar. Onların hamısı olar. Bizim hamımız olar. Aydındır. Sonra, məsəl üçün, bunlar cəmlənmir. Desən, hansı şəxs əvəzlər, hansı əvəzlər cəmlənmir, cəm ki, üçün qoyursuda, hamılar deyə bilmirəm, hərələr deyə bilmirəm, birilər deyə bilmirəm, aydındır. Kim isə, nə isə bu iki əvəzlik, nə hansı şəkilçi qəbul edə bilir, nə də ki, mənsuqə şəkilçi qəbul edə bilir, aydındır. Sonra, ayrı yazılanlar mürəkkəbdir, da bunu bilirik də, bitki yazılanlar nədir? Düzəltməlidir. Köşdür. Kimsə əvəzliyində belə bir şey var. Deyirəm, məsəl üçün, kimsə gəlmədi. Əgər xəbəri inkarlıq məzmunu bildirirsə, gəlmədi, inkarlıq, düzdürmü? Onda bu inkarlıq məzmunlu olacaq. İnkarlıq məzmunu olur da. Məsələn, kimsə gəlmədi, heç kim gəlmədi mənasında. Aydındır. Əvəzli inkarlıq. Yox, oraya yox. Yəni, heç kim mənasında olacaq. Xəbər təkdən inkarladırsa, heç kim mənasında. Amma deyirəm, məsəl üçün, kimsə səni çağırır. Heç kim səni çağırır olar. Demək, burada artıq heç kim mənasında deyil də. Birincidə heç kimlə sinonimdir. Heç kim gəlmir, olar bəlkə də. Aydındır. Hə. Bildinizmi? Bəli. Bax, bunlarda bilin, xəbəri inkardadırsa, inkarın məzmundur. Təsdiqlərsə təsdiq məzmunludur. Kitabda da oxusa göstər ki, vurğu məsələsi əvvəl düşən əvvəl isimdir, sonra düşən vəziyyəti ona qətiyyən baxmayın. Hər iki vəziyyətdə vurğu hara düşür, düşsün. Hər iki vəziyyətdə nədir bu? Əvəzlikdir, başqa şey götürməyin. Yaxşı, bu qeyri-müəyyən əvəzlik. Demək, qeyri-müəyyən əvəzlik quruluşsa sadə, düzəltmə və mürəkkəb ola bilir. Hər ikisi ola bilir. Yox. Nə? Hə, yox. Sonra, hər çox var, yox. Bu da oldu qeyri-müəyyən əvəzlik. Çətin deyil. Qeyri-müəyyən əvəzlər hallana bilər. İstədiyiniz hallananlar, hallana bilənlər, aydındır. Mənsuqə şəkilçi qəbul edə bilər, aydındır. Hə, çətindir? Hə. Hə, sonra. Qulaq asın, uşaqlar. Bir də bəzi əvəzliyi var ki, bu sifəti əvəz edir. Amma əvəz edir, məsəl üçün, bəzi adamlar. Necə adamlar? Ağırsa, bəzi adam, necə adam, bəzi. Əvəzi hansı növ layiqdir? Qeyri-müəyyən. Hallara da bilər, onların bəziləri. Amma mənsuqə şəkilçi qəbul edəndən sonra da, yaxşı. Sonra, məsəl üçün, yazıram ki, bəzi sözü tək başına ismə əvəz edə bilməz. Məcbur ki, isma şəkilçi qəbul edəsin, cəm və yaxud da mənsuqə. Bəzi isim qoya bilərəm bura. Sifət olur ancaq. Aysa, amma şəkilçi qəbul etsə tək başına yox. Bəzi insanlar olmur. Onda sifəti, bəzi insanlar, necə insanlar sifət əvəz edir. Amma desəm ki, bəziləri ki, bəziləri ismi şəkilçi qəbul edirsə, bu nədir? İsmə belə əvəz edə bilər. Aydındır. Xəzər, başa düşsən. Sonra, bu da oldu qeyri-müəyyən. Çətin deyil, rahatdır. Uşaqlar, baxaq təyin əvəzlər. Təyin əvəzlər Öz, hər, bütün filan. bütün, öz, filan, eyni, bir də Bir də haman da var. Həmən demək, həmin də, həmin, hər üçün öz filan, həmin, məsəl üçün. Bir də eyni qaldı. Həmin Yox, hamandır. Həmin deyil, haman. O əvvəl var. Yox, yox. Sonra bir də öz filandır, cümləri eynidir, aydındır. Sonra, qeyri-müəyyən əvəzlər vurursa nədir? Sadə. Düzəltməsi hansıdır? Yox da. Mürəkkəb hansıdır? Fəlakət görürsən burada? Yox, qeyri-müəyyən. Mən qeyri-müəyyən deyirəm. Adam çaşdırsın. Mən kərafını təyin əvəz demək istəmiş olar.
Təyin əvəzi burası necə olur? Sadə. Düzəltməsi görürsən? Xeyr. Yaşam görməz sonra. Aydındır. Mən çağırdım, siz düzəldin də səhvimi ki, mənlə başqa şey yazmısan. Sən də mənlə bərabər gəlsən. Mən müəllim bir də qələt edir, mən də səhv tuturam. Bir də Yox. hərflərdən səhv tutdum. Babam yox da sən uzun mən səhv çıxardır. Mən elə şey pis baxmıram. Mən istəyirəm ki, mənim səhv deyil, o mənə desə ki, səhv deyil. Sonra təyin əvəzlər. Bilin ki, uşaqlar cəm şəkilçi qəbul edə bilmir, cəmlənə bilmir. Təyin əvəzliklər sifəti əvəz edir. İsmi yox, amma bir dənə öz əvəzlidir ki, tək başına yox ha. Məsuliyyət filan qəbul eləsə ismi əvəz edə bilir. Məsələn, onların özləri məsələn, özləri. Mənim hərələri olmur. Hə? Hərələri. O hər ad qeyri-müəyyən çıxır axı hərə. Bildiniz? Hər adam bu adı nədir? Təyin əvəzidir. Amma hər sözünə kəs və hər şey olanda bütöv qeyri-müəyyən əvəzi olur. Hər sözdən bu sözlər boşlanır. Aydındır? Amma hər sözünə an, vaxt, saat, saniyə, dəqiqə, zaman məzmunu bildirəndə bütöv zərf olacaq, zaman zərf. Ayəsi o. Zərfə bura bax. Bildiniz? Şişmədi? Bax, hər sözünə vaxt zaman mənasında olanda andır, vaxtdır, saatdır, qoşulsa hər vaxt, hər zaman. Onda bütöv zaman zərf olur. Kəs şey sözləri qoşulsa qeyri-müəyyən əvəzi olur. Amma hər sözü öz tək olanda artıq təyin əvəzi. Aydındır? Demək, təyin əvəzlər cəmlənə bilmədi. Vurursa yalnız sadə oldu, sifət əvəz edir, amma ismi əvəz edə bilir, sadəcə öz tək başına yox. Aydındır? Nə edir? İsmə məxsus hər hansı bir şəkilçi qəbul etməklə. Morfoloji baxımdan dəyişikliyə məruz qalıb desə, bilin ki, ismi şəkilçi qəbul edir. Aydındır? Nə olmur? Özümə... Özünün kitabı. Yox, özümə sözüm var, məsələn. O özünə, məsəl üçün, söz veribdir. Belə kimə, aydındır, tamamlıq olur. Cümlə üzrə çox toxunmaq istəmirəm, onları hələ ki, sonra gəlirik, desin sən də. Bu elə, uşaqlar. Başqa burada çətin bir şey qalmadı. Bilin, mənac növləri yaxşı bilin ki, testdən seçə bilərsiniz. Mənac növləri bilməsə tapamayasın. Sonra gələcək sual əvəzlikləri. İşarəni özüm axır saxlayıram. Sual əvəzlikləri nədir? Vurulursa, sadə düzəltmə mürəkkəb. İsmi sualar nədir? Ağırsa kim, nə, hara. Sifətin sualar nədir? Necə, nə cür, hansı. Sayın sualar nədir? Neçə, nə qədər, neçəndə hansı say mənazı növünə sualı? Sıra sayı. Neçəndi, bax, uşaqlar, neçənci daha bu. Neçənci sözünü qətiyyən say götürmüyor. Əvəzlikdir. Aydındır. Defalar arxası sual qoyur. Bəli, bu nə deməkdir? Boyutdur. Mən sual şərəfində. Bilin ki, sual əvəzlikləri bütün əsas nitqçilərin sualı var. Fiildən tutmuş ismə qədər. İsimdən tutmuş fiilə qədər. Nə edir? Olsun, yazmadı. Olar. Bütün əsas nitqçilərin sualı özü ayrıca bir nitq hissəsidir, əvəzlik. Aydındır. Deyirəm, məsəl üçün, ora kim gəldi? Cümlədə neçə əvəzlik var? 2 də. Hansılardır? Kim, bir də ora. Ora yer sərfidir. Olmaz. O deyil, demək, bir dənədir. Hansı əvəzlikdir? Sual əvəzlikləri. Yaddan çıxarmıyor. Sual əvəzlikləri suala cavab vermir. Kimə sual vergin verə bilərsən? Kim gəldi? Kim gəldi? Sual verə bilmirsən. Gördün? Sual əvəzlikləri sual verir. Sual vermək olmur. Amma müstəqil şəkildə cümlə özü ola bilir. Gəldi kim? Kim? O sinir prezəfə kimçindi nədir? Onun kimi. Ora nə oldu? Zərf. Hara ora? Zərf. Aydındır. Bəli. Və yox da. Deyirəm, o necə uşaqdır? Necə? Uşaqdır, kim o? Nə salıyorsun? O sintaksisdə nə olur? Sintaksisdə nə olur? Mən də Təyin. bilirəm. Yox. Təyin. Hansı? İsmail necə oxusu olsa O nə cür zərf. yazır?
Necə olacaq? Bildin? Necə yazır? Hə, başa düşün, sual əvəzləri qurulursa sadə, düzəltmə, mürəkkəb. Ay, əraziyə başqa hansı növü üç cür olurdu qurulursa? Qeyri-müəyyən, sadə, düzəltmə, mürəkkəb. Bir də sual əvəzləri. Bəs sayın hansı məna növü, yalnız bir məna növü var ki, həm qurulursa sadə, düzəltmə, mürəkkəb olurdu? Kəsir. Yox, Müəyyən. Kəsir, mürəkkəb. Müəyyən. Yox. Müəyyən təşkil. Hə? Qeyri-müəyyən. Hə. Qeyri-müəyyən. Sonra çalışmaqda çalışdırsa test düz çıxacaq. Sonra, Müəyyən də ancaq tək olurdu. hə? Müəyyən tək olurdu. Hə. Yox, tək olur da. Hə, özünə son gələn isim deyirsən, hə. Bu belə. Uşaqlar, qaldı burada işarə əvəzləri. İşarə əvəzlərini göstərəcəm bəziləri. Amma vergülün qoyma məsələsini həll keçəcək. Onun ikinci dərsdə çıxacaq. Həqiqət çəkəcək. Mən belə yazın, dərs izahı yazın. Necə? Dərs izahı yazın. Yəni dərs barəsi alın. İkinci. Qulaq, Qiymət yazmasın mənə. qulaq çıxalım. Gələcək burada nə? Yox, ikinci sualda biləcəm bunu. Dərs yetisiz deyə deyirəm də mən də. Solda biləcək mi? Sonra, uşaqlar, işarə əvəzləri. İşarə əvəzləri o, Bu elə belə. belə, Həmin. həmin. Bunu desə, bəzən haman da deyirlər. Qarışdım. Həmən deyil, haman deyirəm. Hə. İşarə əvəzləri sonra oldu, o, bu, elə belə həmin. Necə tapılır? O əvəzi başqa harada keçdik biz? Nə oldu? Buraya geçdik. Hə? O harada keçdik başqa? Şəxslər. Həm də nə olurdu? İşarə əvəzi olur. Nə demək? Deyirəm, məsəl üçün, o gəldi. Gəldi. Kim? O. Ya da Kim? Mübtədan sualına, ismin sualına cavab verirsə, kimlə? O olacaq şəxs əvəzi. Aydındır? Şəxs. Anlayam ki, o ev. o kitabı mənə ver. İndi qulaq. Ver, nəyi kitabı? Kim kitabı deyə bilər? Nə kitabı deyə bilər? Nəyə sual cavab verəcək? Hansı? O da Demək, təyin. onda işarə əvəzidir. Aydındır, bəli, təyinli işarə. Hansı suala cavab verirsə İşarə əvəzidir. Kim sualına cavab verirsə, şəxs əvəzidir. Aydındır. Deyir, məsələn, o yaxşı oxuyur. Şəxsin işarədir. Şəxs. Və yaxud da o qızı çağır. Kim qızı çağır deyə bilər? Nə olacaq? İşarə. İşarə əvəzi. Aydındır. Çətin deyil. Sonra, yox, hara tutarım? Elə yox, mən hər o istəyirəm. Hə, hə. Uşaqlar, hərəfan çox toxunmuram, bunun vergül məsələsi var. Yaddan çıxarmayın. Buyla baxalım, hə. Məsələn, çox göstərən bax, deyirəm, məsələn, bu qızı çağır. Aha. Niyə bəs şəxs olmur? Bu şəxs. Çünki bu ancaq işarə əvəzliyidir. Başqa yerdə yoxdur. Aydındır. Bu qızı çağır. Hansı qızı? Bu qızı. Bu şəxs əvəzidir. Mənim Bu orada deyə başqa əvəzli adını təyin işarə əvəzliyidir. İşarədir, bəs sonra. İşarə əvəzləri hallana bilər, mənasibə şəkilçi qəbul edə bilər, aydındır. Bəli. Amma Mənasibə o şəxs və bu hallana bilir. Şəxs əvəzi. Onlar heç qalmamıyor. Hə? Şəxs əvəzi mənasibə qəbul edir. İşarə deyirəm, mən şəxs yox. Bax, bu əvəzliyi mənsubə şəkilçi qəbul edə bilər, məsəl üçün, olmur. Aydındır, onun bunu olmur. O mənsubə şəkilçi qəbul edə bilər, eləsə, artıq şəxs ola bilər, o da eləmir. Demək, o və bu əvəzliyi nə mənsubə şəkilçi qəbul edə bilər, nə hallana bilər. Aydındır. Qalanlar sallana bilir. Dəyərsiz. Amma, yox. Məsələn, bu hal şəkilçi qəbul edə bilər. Məsələn, deyirəm ki, bunu mənə ver. Nəyi, hansı haldadır? Elə təsirliklə demişdik, bunu. Yazda düşdü, odur. Demək, burada bunu nə olur? Hal şəkilçi qəbul edə bilər. Amma mənsubət qəbul eləmir. Aydındır. Sonra. Bu ilk Geri qaytarım mən. hə. Daha sonra. Gələcək burada uşaqlar. Elə və belə. Elə və belə amonimdir bunlardan. Elə məsəl üçün, ay səni elə 100 yaşa. Ədaddır. İndi cümlədən silək. Ay səni 100 yaşa. 100 Cümlənin məzmunu pozulur. Xeyr. Xeyr. Amma deyirəm məsəl üçün, Ay səni belə. elə oxu. Ki. Təyin əvəzi. Yox, elə Yox, elə kitab. oxu zərfdir orada. Bax, bunlar zərfi əvəz etmiş əvəzlikdir.
zərfi elə belə deyə zərfi yoxdur. Zərfi əvəz etmişləri əvəzlikdir. Elə kitab. Bu nədir? Sifəti əvəz etmiş əvəzlikdir. Aydındır. Yuxarıda da deyirəm. Hə. Yuxarı birinci dadır. Amma məsələn elə obaya bahar gəlir. Bu artıq el oba mənası. Bəli, orada Mənlə bəs El oba. başqa oluyor mənim. Məsələn deyirlər o elə bir adam deyil. Mənim o lezzetli mənim. O da işarə etməz. Necə adam, elə bir adam deyil məsələn. O İşarə lezzetli değil bu. etməz. Bilmirəm aldı. Satmazsan, bilmirəm niyə. Sonra, uşaqlar, indi beləyə baxaq. Elə məsəl üçün, belə də bunun bilmirəm, eyni şeydir, aydındır. Amma elə iki cür düşünmək olar. Belə məsəl üçün, belə, Belə oxu. yox, saf düzəltdilər. Belə saf düzəltdilər. Orada şeydən Bel. bahsediyor. Bax, biri var ki, beldir, lapaqqa deyirik də. Nəyə? Belə. Görmür, təsərrüfatlar. Demək, onda yönünü yazır. Amma deyək ki, belə, bu cür saf düzəltdilər, belə saf düzəltdilər. İki cür düşünə bilirəmmi? İki nitqisəl kimi, bir isim kimi, bir də ki, əvəzi kimi. Aydındır. Bəli, orada labakka kimi gedir, elə? İndi ikisinə düşünmək olar da, bunun sənin konkret emrah hansıdır? Yaxşı, bu belə. Bir gün işləməsi suallayacaq. Uşaqlar, daha sonra, başqa nə qaldı əvəzlikdə? Nəyə keçmədik? Bir nə qaldı vergin qoyma məsələsi. Həmin qaldı. Həm olan hamısını düzdür, deməlisən. Yox, burada elə eyni şeydə həmin kitab, hansı kitab, həmin kitab, aydındır. Gəl bu belə bir cümlə yazalım. Deyəm ki, dostum, birinci klас mərtəbədə Yaşayır. qalır. Buna boş deyil. Mən də İkinci mərtəbədə qaldı. həmin Mərtəbədə qaldı. mərtəbədə Qalıram. qalıram. Mən deyim, orada həmin işarə İş vəzliyi. əvəzlər göstərdiyi hansıdır? Mən orada həmin işarə vəzliyi nədir? Həmin, başqa, Mən. başqa var? Yox. Hangi var? Əvəzliklər hansı nitqisələrlə əvəz edilibdir? Mən hansı nitqisəsi əvəz edilib? İsmi. Bəs Həmin də mənim orada mənim şey işarə vəzliyi. Hə, işarə ver. Hansı nitqisəsi əvəz edilib? Sifəti deyirsiniz. Sifəti. Bəli. Yox, sayt ola bilər deyəsən. Təbii var. Yox, öyle. Maşallah. Say da ola bilər. Say deyilən. Səhv deyil. Niyə? Niyə? Dostum arada qalır. Hə? Birinci mən. Mən də Bir hansı nitqisəsidir? Say. Saydı mı? Mən harada qalıram? Birinci mərtəbədə. say. Başa düşdünüz? Bax, saydı. Mən də dostum qaldığım binada qalanda birincidə. Bildiniz? Birinci Bəli, mərtəbədə. bəli. Ona görə Orada həmin sifət burada orada, mən də. sifəti yox, sayı əvəz eləmiş olur. Yaxşı, təkcə sayı. Bir də işarə vəzliyi. Şəxs əvəzliyik, burada artıq ism əvəzliyidir. O yüzden o işarə. Bildiniz? Bəli. Bir testlərdə bəzi məsələləri onları göstərəcəm. Gözlüyüm. Burada var ya testimiz bizim. Gözlüyüm. Bunu da öldürəm, bu qalsın. Necə? Bu qalsın. Yox, yox. Hə, qalsın. Demə. Demə bu çəksin. Mətin vermişdim bundan. Bəli, mən də. Bir dənə. Yox ya. Birinə. Bir dənə yox. Sən gözün gəl testlərə baxaq, götürəsən. Bir tane testə baxaq. İşarə vəzni ilə çox toxunmadım. Gələn səhət tanı kisəcəkdir, olur. Əsas mənasını öyrənə bilin. Adlarını əzbərləyin bilin. Testlərdə o, buradan sonra vergin qoyma məsələsi var. Sən test verəsiniz onlarda. Nədən? Şey əvəz. Hə, 2000 müsat çıxarıb biləcəm. Zərfdir. Sən isə vurur. Mən bitirdim. Bir dənə. Lazım deyil. Elə ancaq çölə çıxmaq istəyir. Baxın, əvəzlikdən biri məna növbədə digərinə fərqlənir. Kim? Kimsə hansı növbə aiddir? Mənlə hamısı Qeyri-müəyyən. Hamı. Filanlar da hər bütün öz filan. Təyidir. Ona görə bax məyaz növbəni yaxşı bilmək lazımdır. Məsələn 2-yə. Yox, bu səhv, bu keçməmiş. Səhvini keçməmişəm, izah eləməmişəm. Məsəl üçün, bu bizim ən müqəddəs vəsiləmizdir. Əvəzi məyaz növbəni tapmaq lazımdır bizə. Bu hansıdır? Sifəti əvəz edeyim. İşarə əvəzliyi. Yox, işarə əvəzliyi. İşarə əvəzliyi. Düzdür. Bizim hansıdır? Şəxs. Bu bizim yəni mənsubiyyətdir. Yəri. Ay sağ. Ən müqəddəs vəsiləmizdir. Demək hansı əvəzlik? Bu
Nə bu? Nəyə suala cavab verir? İsmi. Demək ismə vəzirlik də hər ikisi. Evde kaçı variantı? Başa Evde variantı. Nə olsun ki, şairə vəzir, ismə vəzirlik. Yani. Sonra, şimdi məsələn üçün okursan, mən bilirəm neçiyəm, nəyəm. Mən nədir? Şəxs əvəziyim. Hansı fiksə nə vəzirlik? İsmi. İsmi, ay sağ ol. Mən də bilirəm neçiyəm. Hansı Sual əvəz? əvəziyim. Ay sağ ol. Aydındır. Nəticəm nəyəm? Burada nədir? İşarə və şəxs əvəzliyi O birisi də və sual əvəzliyi da B variantı. Bildiniz? Bəli, bəli. Yaxud Buradan sarı aiddir. necə? 2003 Hətta o onu oradan sağ verəcəm. Çünki burada vergül qoyma məsələsi var ya, ona görə onu keçməmişlər. Bu belə hansı əvəz hansı növünə aiddir? Belə. Belə. İşarə, az işarə, hamı Hamı. Hə. Qeyri-müəyyən. qeyri-müəyyən və son.